Super asan hazırlanan, ağızda əriyən şərbətli, çox ləzzətli şirniyyat, şəkərpare reseptini təqdim edirəm. Otaq hərarətində 150 qram yumşaq kərəyağı, 1 ədəd yumurta, 2 yemək qaşığı şəkər kirşanı, 2 yemək qaşığı manna, 1 paket qabartma tozu və 2 stəkan unu qarışdırıb ələ yapışmayan yumşaq xəmir yoğururuq. Qeyd edim ki, reseptdə istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Xəmirdən 24 ədəd kiçik toplar hazırlayıb soba listinə düzürük. Ortasına basaraq istəyə görə fındıq, qoz və ya badam yerləşdiririk. Əvvəlcədən 100 dərəcədə qızdırılmış sobada 7 dəqiqə bişirdikdən sonra sobanın dərəcəsini 220-yə qaldırıb üzəri qızaranadək təxminən 17 dəqiqə daha bişiririk. Şərbəti üçün 2 stəkan şəkər tozu və 3 stəkan suyu ocağa qoyub gür odda şəkər tozu əriyib su qaynayanadək qarışdırırıq. Su qaynayanda 3-4 damcı limon suyu əlavə edib orta odda 15 dəqiqə qaynadırıq. Sobadan çıxardığımız isti şəkərparəyə ocaqdan götürdüyümüz isti şərbət əlavə edilir. Şərbəti çəkənədək tərpətmədən gözlədirik. Servis edən zaman üzərini yaşıl fıstıqla bəzəmək olar. Bu qədər. Çay süzüb bəhbəhlə nuş edə bilərik. Qeyd edim ki, bu reseptlə 24 ədəd şəkərparə alınır. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.